Hoş gördük. Mən Gülnar İnancıqan, psixoloqum, Bakı, Azərbaycan. Hazırda 4-cü boyut haqqında çox danışılır. Hətta siz Xristian evangelist kilsələrində bunu xristianlıq və İsa Məsih kontekstində eşidə bilərsiniz. Bəs bu nədir? Əvvəla onu deyək ki, 3-cü boyut bizim ağlımızla yaşadığımız bir məkandır. Bədən şuuruyla yaşadığımız bir məkandır. Eqanın hökmran olduğu, ağlın hökmran olduğu bir yerdir. 4-cü boyut isə 3-cü boyutdan 5-ci boyuta, yəni ruhla yaşadığımız, ruh şuuruyla yaşadığımız, ağıldan imtina olunan kvant şuurunun mövcud olduğu bir məkandır. 4-cü boyutda yaşamaq üçün, bu keçid dövrünü hamar keçmək üçün sizə bir neçə alət vermək istəyirəm. Birincisi, hər bir şey qəbul eləmək, itaətlə qəbul eləmək. Bu dediyimiz köləlik itaəti deyil. Biz situasiyanın özümüzün yarattığını anlayırıq və həmin bu situasiyanı yaranan şəraitin mənə aid olduğunu qəbul edirik. Yəni mənim situasiyamda, mənim problemimdə səbəbkar mənəm. Məndən başqa heç kəs deyil. İkincisi, bağışlamaq. Mütləq bağışlamaq. Biz özümüzü bağışlayırıq, biz başqalarını bağışlayırıq, biz situasiyanı bağışlayırıq. Üçüncüsü, minnətdarlıq. Möhtəşəm bir minnətdarlıq. Hər şeyə görə, hər kəsə, hətta bizi incidənlərə bu şərtdir. Minnətdarlığımızı bildiririk özümüzə. Çox böyük minnətdarlıq. Bundan sonra isə böyük bir sevgi. Qeyd edim ki, biz bu əvvəlki 3 bölməni də qəbul eləməni, bağışlamaq və minnətdarlığı edirik sevgi ilə. Və 4-cü boyutda şuurun, ağlın, ruhla qovuşduğu bir məkandır. Biz bunu əldə elədikdə çox rahat, komfortlu, gözəl bir həyat keçə bilərik. Biz tariximizi özümüz yaza bilərik və biz bunu seçirik.